Dostlar, bir dəqiqə saxlayın, videonu ötürməyin. Bugün sizə heç nəyi bəzəmədən necə var elə göstərəcəm. Çünki yaxşı yerin tərifə də ehtiyacı olmur. Baxın, rayonda gedib 8, 9, hətta 10 min manata təklif olunan torpaqlara baxın. Sonra dönün, gəlin bir də bura baxın. Real nəticəni isə öz gözlərinizlə görəcəksiniz. Çünki bura həm şəhərin tən ortası, həm mərkəzi küçə, həm də bazarlığın düz yaxınlığındadır. Həm də qiyməti isə tam sizin istəyinizə uyğun olaraq qoyulub. Mən bura günortanın təsisinə gəlmişəm, amma içəri girən kimi bircə onu hiss elədim ki, bura digər torpaqlardan fərqlidir. İçəridəki ağaclar, o təmiz hava. Küçə də elə sakitdir ki, sanki rayonun mərkəzində yox, kənddəki hansısa bir istirahət zonasındasan. Düzü çox tərifləmək də istəmirəm ki, düşünməyəsiniz ki, yerli yersiz tərif edir bir torpaq üçün. Amma həqiqət nədirsə, mən də onu çəkib göstərərəm. Bura torpaq sahibinin öz həyətindən ayrılmış olduğu 6.5 sotluq torpaq sahəsidir. İçərisində qəşəng bar verən meyvə ağacları da var. Ən ləzzət eləyən tərəfi odur ki, torpağın dörd bir tərəfi tam bağlıdır. Yəni, hasar çəkməyə əlavə 3000-4000 manat xərciniz çıxmayacaq. Bura gəlib sadəcə öz zövqünüzə uyğun bir dənə qapı qoyacaqsınız və salam, hazır həyətiniz var. Sənədlər tam qaydasındadır. Birbaşa həyət yanı ev tikintisi üçün icazəli torpaqdır. Sotu üçün dediyimiz qiymət 7500 manatdır. Amma real alıcı ilə cüzi bir endirim payı da düşünülür. Əgər sizin də Balkəndə satmaq istədiyiniz torpağınız, eviniz, mülkünüz varsa, heç düşünmədən mənə yazın. Gələk heç bir süni tərif olmadan olduğu kimi səmimi şəkildə müştərilərə təqdim edək. Videonu bəyənməyi və mərkəzdə torpaq axtaran dostlarınızla paylaşmağı da unutmayın. Sağ olun, özünüzdən müğayət olun.